Ağstafada baş verən ağır yol nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib. APAnın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 2011-ci il təvəllüdlü Nağıyev həyatını itirib. 2011-ci il təvəllüdlü Əhmədov isə müxtəlif bədən xəsarətləri alıb. Onun müalicəsi xəstəxanada davam etdirilir. İlkin məlumata görə, qəza hərəkətdə olan kvadrosiklə minik avtomobilinin toqquşması nəticəsində baş verib. Ölən və xəsarət alan şəxslər kvadrosiklda olublar. Faktla bağlı araşdırma aparılır.